Osmanlı müharibəsi 2-ci mərhələsi. Qulaq Səfəvi Osmanlı müharibəsi 2-ci mərhələsi. Bildiyiniz kimi Təhmasibin dövründə 1555-dən etibarən müqavilə imzalandı və bu müqavilə daimi şəkildə çəkdi. Sultan Süleymandan sonraki dövrdə, yəni 2-ci Səlimin dövründə də Səfəvilər Osmanlısı sabitlik yaranacaqdı. Amma iş Təhmasibin ölümündən sonra çox böyüyəcəkdi. Təhmasib 1576-cı ildə vəfat eləyib. Yerinə 2-ci Şah İsmail adı ilə İsmail Mirzə hakimiyyət edəcəkdi. Atasının sağlığında İstəxir qalasında təqribən 20 ilə yaxın bir həbs həyatı görüb. Ona görə biraz başdan normal deyil idi. 2-ci İsmail hakimiyyət edəndən sonra çox böyük sərt cəza tədbiri aparacaqdı. Qızılbaş əyanlarının əl-qolunu yığacaqdı. Plus ortada bacısının söhbəti vardı, bacısının hakimiyyətə gəlmə istəyi vardı. Cəzalandırma mexanizmasını çox güclü eləyəcəkdi, sərt cəza tədbirlər görəcəkdi və bir də ki, şiəli və sünni aradan qaldırmaq istəyirdi. O məsələlərə görə İsmaili taxtdan hakimiyyətə gətirirlər, bizi xoşbəxt eləyəcək 1578-ci ildə Məhəmməd Xudabəndən gəlir. 2-ci İsmail yeganə sağ buraxdığı qardaşı bu idi. Buraxma səbəbi də hamısını öldürür, qardaşı olana hamısını öldürür. Yəni bu sağ buraxma səbəbi də bu da kör idi deyə düşünür ki, heç vaxt hakimiyyət gəlməyəcək. Amma İsmail öldü, yerinə Məhəmməd Xudabəndə gəldi. Bu da fiziki zəhddən qüsurlu bir insandır. Məhəmməd Xudabəndən hakimiyyət gəlməsi Səfəvi dövlətinin ipləri qoparacaqdı. Çünki Xudabəndə hakimiyyətdə qalsın deyə çoxlu bəxşişlər verəcəkdi, hədiyyələr verəcəkdi, çoxlu belə deyək də, necə deyim, hədiyyələrlə əyanları bir növ öz tərəfinə çəkmək istəyəcəkdi, amma bu xəzinəni boşaltmağa gətirib çıxaracaq. Bir şey deyim. Üstəgəl, o hardan tanıyır edirəm? Necə? Demişsiniz ki, Yəni o dərəcədə demirəm də, daha çox kör oldu. Yəni başa düşdürəm istəyirəm. Yəni gözlər zəif idi. Adam səfərə çıxa bilməyi seçəcəkdi. Yəni o dövrdə hökmdarın səfərə çıxması önəmli idi. Bu çıxmırsa, demək yəni o cəhətdən çıxır. Xudabəndən dövründə həyat yoldaşı belə deyək də Məhduliyyə əsas rol oynamağa başlayır. Məhduliyyanın da Fars və Taciklərə vəzifəyə verməsi Qızılbaş əyanlarının, türklərin xoşuna gəlməyəcəkdi. Bu da ən böyük problem yaradacaqdı. Məhəmməd Xudabəndənin dövlət zəifliyi, daxili çəkişmələr, Qızılbaş əyanları arasında çəkişmələr və Qızılbaşların bir-birinə trip atması, küsməsi də ön plana çıxan bir proses idi ki, hökumət zəifləyəcək. Bu vaxt üsyan baş verəcək, Kürtlərin üsyanı baş verir Xoyda və bu üsyandan istifadə edən Osmanlılar Səfəvilərlə yeni bir müharibə başlayacaq və bu müharibə 1578-1590-cı il Osmanlı Sultanı 3-cü Muradı dövrünə təsadüf edəcək. 78-də Çıldır döyüşü baş verir, bugünkü Anadolu bölgəsindədir, Qars bölgəsindədir, çox mükəmməl bir Çıldır gölü də var orada hətta Anadoluda. 78-də döyüş baş verir. Döyüşdə Səfəvilər məğlub olur, Osmanlılar qələbə qazanır. Səfəvilərin məğlub olma səbəbi qüvvələ nisbəti olduğu kimi öz yerindədir və bir də hakimiyyət uğruna mübarizə, yəni Qızılbaş əyanları arasında birliyin olmamasıdır. Bu vaxt Osmanlı ilə bərabərində Osmanlının müttəfiqi Krım xanları da hücum edir Azərbaycana. Krım xanları şimaldan hücum edəcəkdir. Ona görə biz tarixdə şimaldan hücum edən Azərbaycan hücuma məruz qalması kimi veririk? Alanları verirsiniz, Slavyanları verirsiniz, sonra Xəzərləri verirsiniz, Qızıl Ordunu da verirsiniz üstünə, yəni dördünü də verirsiniz. Bunlarla paralel aparırsınız və bir də Krım xanları olacaq. 1578-də Molla Həsənlidə dedi ki, 1578-də bir Çıldır döyüşü baş verir, bir də Molla Həsənli döyüşü baş verəcək. Çıldır döyüşündə hansı ərazidən itiriləcəkdir Səfəvilər tərəfindən verirsiniz İrəvan. Əslində məntiqlə yola çıxırsınız, hərdən gözünüzdə canlandırırsınız, o forma gedirsiniz. İrəvan, Şərqi Gürcüstan, Qarabağ, Şirvan və Dərbənd bölgəsi itiriləcəkdir. Mustafa Paşa var, Lələ Mustafa Paşa 100 minlik qoşunla birbaşa Azərbaycana daxil olacaq. Bu döyüşə başlayanda bilinir ki, qarşı tərəfin nə qədər qoşunu var? Təqribən döyüş vaxtı bilirsən, deyil mi? Sonra Molla Həsənli döyüşü baş verir. Molla Həsənli döyüşündə Səfəvilər qələbə qazanır. Səfəvilərin indi bu məqamda bir çaşdırıcı məqam var, uşaqlar çaşırsınız, amma oxuyanlar bilərsiniz, çaşacaqsınız, amma çaşmayın. Molla Həsənlidə biz Şirvanı azad edirik. Səfəvi qoşunu Şirvanı azad edib.
Burada Krım xanları ilə Osmanlı qüvvələri, amma daha çoxu Krım xanlarıdır, Adil Cərayıdır. Şirvanı azad edir o Səfəvilər, Krım xanları məğlub ilə Adil Cəray əsir düşür. Amma tamamilə Osmanlıları Şirvandan, Dərbətdən vurub çıxara bilmirlər. Çıxarmama səbəbləri, yəni çıxara bilməmə səbəbi yenə eyni səbəb gəlir. Bax, yenə eyni. Səfəvi ordusu daxilində ziddiyyətdə Osmanlıların bölgəyə əlavə qüvvə göndərməsi. Mustafa Lələ Paşa məktubu ilə Dərbətdə sığınmışdı Mustafa Lələ Paşa. Məktubu ilə Osmanlılar əlavə 80 minə yaxın bir orduyla təzədən gəlir. Və Molla Səndə qələbə qazanır və bu Səfəvlərin ən böyük sonuncu uğurudur. Sadəcə ərazi azad elədiyi üçün sonuncu uğur gedir ha. Yazı saxla. Çünki 1583-də Niyazabad döyüşü baş verir. Niyazabad döyüşündə Səfəvilər qələbə qazanır. Deyə bilərsiniz, ay müəllim, sonuncu böyük uğur Molla Sənsə niyə Niyazabadda qələbə qazanır? Molla Sənli sadəcə ərazi azad elədiyi üçün böyük uğur hesab olunur. Başa düşdünüz? Amma Niyazabadda biz qarşısına alırıq. Hətta Niyazabadda Səfəv dövlətinin bəlkə də süqutun qarşısına. Çünki Osmanlıların orada əsas məqsədi Xəzər dənizində hərbi donanma yaratıb İranı tamamilə işğal etməkdir, amma biz onun qarşısını alacağıq. Sonra 1585-ci ildə Sufyan döyüşü baş verir. Sufyanda Osmanlılar qələbə qazanır. Sabah üçün Təbriz şəhərinə daxil olur. Təbriz zamanı çox ciddi müqavimət göstərir. Osmanlılar bu müqavimətin qarşılığında Təbrizi yandırırlar. Qeysəriyyə bazarı daxil hamısı yanacaq. Lakin Səfəvlərin yenidən hücumu, əks hücum olması Təbrizi yenidən azad edilməsinə gətirib çıxaracaq. Bu dövrdə 80-ci illərdə Şeybanilərin şərqdən hücuma başlaması Səfəvlərin iki cəbhədə vuruşmaq məcburiyyətinə saxlayacaq. Bax, bunu yazı saxlayın. Şeybanilərin şərqdən Xorasan istiqamətində Səfəvlər üzərində hücumu ilə Səfəvlər iki cəbhədə vuruşmaq məcburiyyətində qalacaq. Bu Səfəvilər daha da vəziyyətini ağırlaşdıracaq. 1586-cı ildə Osmanlı ilə Səfəvlər arasında sülh danışıqları başlayır. Həmzə Mirzəli, Məmməd Xudabəydən böyük oğludur. Şah namizədidir əslində və Şəhzadəlik üçün çox böyük bir bacaracaqlı şəxs idi. Ordu komandanı hesab olunurdu. Həmzə Mirzəli danışıqlar aparır. Danışıqlara görə Osmanlılar tələb edir ki, biz bütün haranı işğal eləmişiksə, onlar bizimdir. Amma Həmzə Mirzə deyir ki, Təbriz istisna olmaqla qalanını sizə verir, Təbrizi bizə verir. Lakin 86-cı ildə Həmzə Mirzə Qarabağda olarkən sui-qəsd nəticəsində öldürüləcəkdir. Bu Osmanlı işğalını daha da genişləndirəcək. Beləliklə Cənubi Azərbaycan Təbriz, Ərdəbil, Xoy, Salmaz, Təbriz, Ərdəbil, Təbriz, Xoy, Salmaz, Makku bölgələrinin tamamilə işğalı başa çatdırılacaq. 1587-ci ildə saray çevrilişi baş verir. Xorasanda, Mərdə daha doğrusu. Orada 87-də Abbas hakimiyyətə gələcəkdir. Məmməd Xudabənd isə hakimiyyətə gələcəkdir və Abbas 1590-da İstanbul sülhünü imzalayacaqdır. Birinci İstanbul sülhü müqaviləsi. Müqavilə Səfəvi tarixində ilk ən ağır müqavilə hesab olunur. Müqavilənin şərtinə görə Ərdəbil, Xalxal, Qaraca Dağ, Qəzvin, Lənkəran istisna olan bu 5 vilayətdən bütün Azərbaycan və Şərqi Gürcüstan verilir Osmanlıya və Osmanlıların bu işğalları tanınacaqdır. Abbasın bu müqaviləni imzalamaqdan məqsədi isə Səfəvi dövlətinin əvvəlki qüdrətini bərpa eləmək üçün vaxt qazanmaq idi, mərkəzi hakimiyyəti gücləndirmək idi və bir də ordunun nizamını artırmaq idi. Bu sizin, bununla da 2-ci Səfəvi Osmanlı müqaviləsi başa çatır və bu da sizin Səfəvi dərsiniz olacaqdır.